Salam əziz uşaqlar. Deməli, mən indi sizə düzbucaqlı üçbucaq üzərində trigonometrik funksiyaların qiymətlərinin tapılmasını öyrədəcəm. Tutaq ki, bax, bura 30 dərəcədir. Biz bilirik ki, 30 dərəcəli bucaq qarşısında duran katet hipotenuzun, bu katet hipotenuzun yarısına bərabər. Bunu hipotenuza 2A desək, bu katet olacaq A. Aha. Onda digər kateti də Pifagor teoremindən tapa bilərik. Pifagor teoremi nə olacaq? Bu 2A-nın kvadratı, yəni 4A kvadratı çıxılsın A kvadratı. 3A kvadratı eləyir. 3-ü saxlayırıq kökün altında. A-nı yazırıq kök 3-ün qabağına. A kök 3. Digər ifadəni silək. Aha. Beləliklə, bütün tərəflərin uzunluqları məlum olduqdan sonra indi sinusu, kosinusu hesablayaq. Tutaq ki, bizə lazımdır bu bucağın, 30 dərəcəli bucağın sinusu. Sinus 30 dərəcəni tapmaq üçün biz bu bucağın qarşısındakı tərəfi, Q, yəni qarşı tərəfi bölürük hipotenuzun uzunluğuna, 2A-ya. Yenə də həmin bu 30 dərəcəli bucağın kosinusunu tapmaq üçün isə biz qarşı tərəfi yox, artıq ona bitişik olan bax bu tərəfi, bu bitişik tərəfi bölürük yenə hipotenuza. Qarşı tərəfi böləndə A bölünsün 2A, A-lar ixtisar gedir, 1/2 qalır. Bitişik tərəfi böləndə A kök 3 böl 2A, A-lar ixtisar gedir, kök 3 bölünsün 2 qalır. Bax, bu qiymətlər buradan gəlir. Eyni qayda ilə kosinusunu hesablaya bilərik. Yəni, digər bucağın hesablaya bilərik qiymətini. İndi bura 30-dursa, digər bucağımız bura olur 60 dərəcə. İndi bu 60 dərəcəli bucağın sinusunu və kosinusunu hesablayaq. Aha, deməli, sinus 60 dərəcə. Yenə eyni qayda ilə qarşı tərəf bölünsün hipotenuz 2A. Burada da qarşı tərəf artıq A kök 3-dür. A kök 3 yazanda qarşı tərəfin yerinə A-lar ixtisar gedir. Kök 3 bölünsün A. Kosinus 60 dərəcədə isə yenə bitişik tərəf, bu bitişik tərəfi hipotenuzla səhv salmayın. Söhbət katetdən gedir, bitişik katet. A bölünsün hipotenuz 2A. Bu da yerədi 2-də 1. Sonra tutaq ki, bu bizdə 45 dərəcədir iti bucaqlar. İti bucaqlar 45 dərəcə olanda tərəflər bilirik ki, Pifagor teoreminə görə hesablayaq. Bura 45, 45. Bərabər yanlı olduğu üçün A desək, Pifagor teoremindən olur kök altında A kvadratı üstə gəl A kvadratı. 2A kvadratı 2 kökün altında qalır. A çıxır çölə. A kök 2. Bunu Pifagordan tapdıq. İndi baxaq yenə. Sinus 45 dərəcə. Sinus 45 dərəcə olacaq yenə qarşı tərəf bölünsün hipotenuz. Həmçinin də kosinus olacaq qarşı. Kosinus bitişik tərəf bölünsün A kök 2. Sinusda da qarşı tərəf bölünsün A kök 2. Qarşı tərəf bölünsün A kök 2. Burada da qarşı tərəf, bitişik tərəf hər ikisi A olduğuna görə eyni qiymət olacaq. A. A-lar gedir, eyni qiymət alınır. 1 bölünsün kök 2. Məxrəci irrasionallıqdan azad etdikdə kök 2-yə vururuq. Hər iki tərəfi, bu da olur
Kök 2 yuxarıda, aşağıda 2. Kök 2 bölünsün 2. Hər ikisi də eyni olduğu üçün orada onları bir-birinə böləndə tangensin də qiyməti vahidə bərabər olur. Bu qədər.